Salam, hər vaxtınız xeyir əziz dördüncülər, videonu izləyən valideynlər və müəllimlər. Hər birinizi xoş gördüm. Bugün sizlərə təqdim edəcəyim video izah 6-cı bölümü üzrə həndəsi fiqurlar mövzusu ilə bağlı olacaq. İlk öncə A, B, C variantlarını sizlərə təqdim edəcəm. Daha sonra isə ümumi sınaq olaraq, yəni mətn və tapşırıqlar olan A və B variantını təqdim edəcəm. Ayrı-ayrı video izahlarda. Bu 6-cı bölməni və yaxud bölmələri hissələrə bölməkdə məqsədim odur ki, həm çox yorulmayasınız, həm də deyilənləri özünüz üçün qeyd götürə biləsiniz. Video çox olanda, tapşırıq çox olanda istər-istəməz yorğunçuluq olur və istər-istəməz yorulursunuz və beyniniz daha sonra qavramamaya başlayır. İndi isə ilk sualdan başlayaq. Həndəsi fiqurları izahını sizlərə təqdim eləmişdim. Qeyd götürməyən varsa, digər videolara baxıb qeydlərini götürsün. Daha sonra isə ümumi sınağı işləyək. Birinci sualda deyir ki, çevrəni çəkmək üçün hansı alətdən istifadə olunur? Təbii ki də pərgərdən istifadə olunur. Çünki pərgəri qoyursan, daha sonra çevrəni çəkməyə başlayırsan. Cavabımız olacaq A variantı. Hansı iti bucaqdır? İti bucağı biz bilirik ki, 0 dərəcədən böyük, 90 dərəcədən kiçik olan bucaqdır. Yəni 0 ilə 90 arasındakı olan bucağa iti bucaq deyilir. Burada 95 dərəcəli bucaq artıq kör bucaqdır. 180 dərəcəli bucaq açıq bucaqdır. 100 dərəcəli bucaq kör bucaqdır. 50 dərəcəli bucaq isə iti bucaq adlanır. Daha sonra 3-də deyir, A nöqtəsinin koordinatları hansıdır? A nöqtəsinin koordinatları uşaqlar. İlk öncə aşağını götürürük. Daha sonra yuxarını. Koordinatıdakı 7 ilə 4. 7 ilə 4 burada B variantıdır. Çaşıb 4 ilə 7-ni götürməyin. Çünki ilk öncə aşağını, yəni aşağı götürülür. Yəni 7, daha sonra 4. Yəni 7 və 4 B variantında bizə verilmişdir. Baxırıq digər tapşırığa. 4-də deyir, hansı variantda konusun açılışı verilib? Təbii ki də konusun açılışı bu formada olur. Yəni B variantında. Daha sonra 7-də baxırıq. Radiusu 7 cm olan çevrənin diametri nə qədərdir? Çevrənin, deməli biz bilirik ki, radius 2 radius diametrə bərabərdir. 7 üstəgəl 7, 14, yəni A variantı olmuş olacaq. Hansı fiqur üçbucaqlı piramidadır? Üçbucaqlı piramida uşaqlar biz görürük ki, burada üçbucaqlı piramida B variantında bizə verilmişdir. Baxın, görün, oturacağına baxın, üçbucaqlı piramidadır. 7-də deyir, verilmiş fiqurun üstdən görünüşü hansı variantda verilib? Üstdən görünüşünü uşaqlar deyirsə bizə, baxırıq. Deməli, əgər üstdən buna baxsaq, bu formada olmuş olacaq. Baxın, bu formada olmuş olacaq. Bu da bizə C variantında verilib. Təbii ki də A ola bilməz, B ola bilməz, D niyə ola bilməz? Çünki burada, baxın, ortasında 3 dənə kub var. Burada 2 dənədir. Amma 3 dənəlik olan C variantıdır. Baxırıq digərinə. T, O, R bucağı neçə dərəcədir? Baxırıq, hesablayırıq. 25 üstəgəl 18. Deməli, olur 3, 43, yəni B variantı. Daha sonra, hansı nöqtə koordinat başlanğıcından 4 vahid sağda, 2 vahid yuxarıda yerləşir, 4, 2 olmuş olacaq. A variantında bizə verilmişdir. 1 dərəcəli tam dövrü hansı hissədir? Təbii ki də tam dövr deyirsə 360 dərəcədir. Yəni 1 dərəcə tam dövrün hansı hissəsidir? Təbii ki də 360-da 1 hissəsidir. Bilirik ki, tam bucaq 360 dərəcədir. Tam bucaq 360 dərəcəyə bərabərdir. Baxırıq digər, yəni B tapşırığına, B variantına. Nisbətən ortadır. Hansı bucaq kör bucaqdır? Biz dedik ki, 90 dərəcədən böyüksə, 180 dərəcədən kiçik olan bucağa kör bucaq deyirik. 125 dərəcəli bucaq kör bucaqdır. 75, 20 olacaq iti bucaq. 90 dərəcəli bucaq düz bucaqdır. Ona görə də cavabımız olacaq A variantı. Hansı nöqtələrin koordinatları 6, 5-dir? Deməli, 6 aşağıdan götürürük 6-nı. 5 də gəlir yuxarıdan, olur D. Yəni D variantı. Daha sonra baxırıq 3-ə. Çevrənin radiusunun çevrə üzərindəki ucu 6-da 1 dövr edəsə radius neçə dərəcə dönər? Deməli, 360-ı
Bölürük 6-ya, vururuq 1-ə. 360-ı da 6-ya vuranda 60 dərəcə olmuş olacaq. Cavabımız B variantı olmuş olar. Dördüncü tapşırıqda deyir, kiçik çevrənin diametri. Dördüncü tapşırıqda kiçik çevrənin diametri böyük çevrənin radiusuna bərabərdir. Bir böyük çevrə var. Daha doğrusu bir böyük var. Yaxşı çəkin. Bir böyük çevrə var, bir də kiçik çevrə var. Deməli, deyir ki, kiçik çevrənin diametri böyük çevrənin radiusuna bərabərdir. Yəni, bu bütöv bunun yarısına bərabərdir. Böyük çevrənin diametri, böyüyünün diametri əgər 18 olarsa, diametri deməli olacaq 9 santimetr. Diametri 18 desimetr olarsa, kiçik çevrənin radiusu nə qədər olar? Deməli, burada deməli nə iş görürük? 9-un da yarısını götürürük. 9-un da yarısı olur 4,5. Yəni 4 desimetr 5 santimetr olacaq D variantı. 5-də deyir, bucağın dərəcə ölçüsü nə qədərdir? Bucağın dərəcə ölçüsü uşaqlar, burada bilmirəm dəqiq görürsünüz yoxsa yox. Deməli, burada olacaq. Deməli, bir dənə mən dəqiq baxım. 80 ilə 70 arasındadırsa 75 olacaq. 75 D variantında bizə verilmişdir. 6-da bizə deyir ki, bir saniyə, 6-da bizə deyir ki, AOB bucağı, AOC bucağı isə 63, bura 63, bura isə 15-dir. C, baxaq nə deyir? Ümumi şəkildə bizə nə deyir? Aha. COB bucağı neçə dərəcədədir? Neçə dərəcədir? Yaxşı. İlk öncə nə iş görürük? Deməli, burada 63-dən çıxırıq 15-i. Deməli, 13-dən 5-i çıxsaq eləyəcək 8, 5-dən də 4 qalmış olacaq. 48 dərəcə olmuş olacaq. Baxırıq 7-ci tapşırığa. Hansı fiqurun açılışında 2 dairə var? Təbii ki də silindrin açılışında 2 dairə olmuş olacaq. Baxın, silindir bu formada olduğuna görə 2 dənə dairə olmuş olacaq. Daha sonra 360 dərəcənin 6-da 5 hissəsi neçə dərəcədir? Burada da bilirik ki, 360-ı 6-ya bölüb 5-ə vururuq. 360-ı 6-ya böləndə eləyir 60, 60-ı da 5-ə vursaq eləyəcək 300. 300 dərəcə, yəni A variantında bizə verilmişdir. Baxırıq növbəti tapşırığa. Növbəti tapşırıqda deyir, hansı nöqtə koordinat başlanğıcından 5 vahid yuxarı, deməli 5 vahid yuxarı, 3 vahid sağda yerləşir. Baxırıq, görürük burada 5 vahid yuxarı, yəni yuxarıdakı 5 vahiddir, aşağıdakı da 3 vahiddir. Burada da olur M nöqtəsi, yəni D variantı. Göstərilən zərin açılış şəkli hansıdır? 10-cu tapşırıqda deyir. Təbii ki də bir dənə olacaq solda, 4 dənə olacaq ortada, 2 dənə olacaq gəlib düşəcək alta, bu formada olacaq. Deməli, burada da bir dənə solda olan elə D variantı da asan veriblər. D variantı olmuş olacaq. Baxırıq növbəti C tapşırığına. Uşaqlar, bu arada video indiyə qədər sizə faydalıdırsa, şərh bölməsində fikrinizi yazmağı, videonu bəyənməyi və dostlarınızla bölüşməyi unutmayın. İndi baxıb C tapşırığının birinci sualına. Hər hansı düz xəttinə nəzərən simmetrik alınan fiqur necə adlanır? Təbii ki də hər hansı düz xəttə nəzərən simmetrik, baxın, bir çəkirik, simmetrik alınan fiqur necə adlanır? Burada təbii ki də olacaq güzgü əksi, yəni bir-birinə əks durmuş olacaq. Eyni, belə deyək də eyni. Sadəcə bir-birinə üzbü-üz dayanma, belə yadınızda saxlayın, üzbü-üz dayanma. Üçbucaqları xətlər üzrə qatladıqda hansı fiqur alınır? Təbii ki də bunu gətirib bir nöqtədə birləşdirsək, üçbucaqlı piramida alınar. A variantı. Verilən fiquru romba tamamlamaq üçün D nöqtəsinin koordinatları neçə olmalıdır? Əgər bunu romba tamamlasaq, bu formada olmuş olacaq. Bu da 4-də 2-dir deyəsən. 4-də 2 də bizə verilir A variantında. Bunu kitabı olanlar daha dəqiq çəkə bilər. Mən biraz səliqəsiz çəkirəm. O da qələm işarəsinin
belə deyək də, səhvidir deyək, yoxsa mən istifadə eləyə bilmirəmmi deyək. Baxın, bu formada olacaq. Romb çəkərik qəşəng. Burada D nöqtəsi özümüz üçün düzəldərik. Bu da olacaq 4-də 2, yəni A variantı. Dördüncü tapşırıqda deyir, radiusun çevrə üzərindəki ucu çevrə bilirik ki 360 dərəcədir. 4-də 3 dövr edərək radius neçə dərəcə dönür. Deməli, 360 dərəcə olduğunu bilirik. Tam, yəni çevrə. Çevrəni deməli 360-ı, üzr istəyirəm. 360-ı bölərik 4-ə, vurarıq 3-ə, bərabərdir. 360-ı 4-ə böləndə eləyəcək 90. 90-ı da 3-ə vursaq eləyəcək 270, yəni A variantı. Yəqin ki, izahlardan başa düşürsünüz. 5-ci tapşırıqda deyir ki, yenə də qələm istifadə edə bilmədim. Aha. Bir nöqtədə kəsişən və perpendikulyar olmayan iki düz xətt hansı növ bucaqlar əmələ gətirir? Deməli, bir nöqtədə kəsişən və perpendikulyar olmayan iki düz xətt hansı bucaq növ əmələ gətirir? Təbii ki də belə bir şeydir. Bu tərəf olacaq. Qoyun, rəngi dəyişim, daha yaxşı başa düşəsiniz. Bu tərəf olacaq iti bucaq. Baxın, bu tərəfdə olacaq kör bucaq. Deməli, iti və kör bucağı əmələ gətirəcək. Kör, iti burada B variantında bizə verilmişdir. Baxırıq digər tapşırıqlara. Digər tapşırıq, yəni 6-cı tapşırığa. 6-cı tapşırıqda, belə saxlayayım ki, şəklə əsasən, üzr istəyirəm uşaqlar. Şəklə əsasən C, O, D bucağın dərəcə ölçüsünü tapın. Aha, uşaqlar, biz bilirik ki, yenə də qeyd edim, biz bilirik ki, açıq bucaq 180 dərəcədir. Bu cibimizdədir. Bunu bildik. İndi, bir dənə iti bucaq 36 dərəcədir. Digər iti bucaq isə 28 dərəcədir. İlk öncə 2 dənə iti bucağı toplayaq. Deməli, 6 üstə 8 elir 14. Düzdür? Bu da 6. 64. Deməli, 2 iti bucaq birləşib 64 dərəcəli ümumilikdə bucaq əmələ gətirir. İndi biz bilirik ki, açıq bucaq axı 180 dərəcədir. 180 dərəcədən də çıxırıq 64 dərəcəni, tapırıq kör bucağı. 0-dan, daha doğrusu 10-dan 6 çıxanda, 4 çıxanda qalır 6, 7-dən 6, 1, 1. 116 dərəcəli bucaq, yəni 116 dərəcəli kör bucaq, COD bucağını soruşur. Bəli, COD bucağı 116 dərəcəli kör bucaqdır. Yəqin ki, başa düşdünüz. 7-də deyir, hər bir çevrənin radiusu 3 cm olarsa, OB parçasının uzunluğu nə qədərdir? Təbii ki də burada bir dənə, 2 dənə, 3 dənə. 3 dənə də olarsa, təbii ki də 3 dənə 3, 9 eləmiş olacaq D variantı. Hansı fikir? Səhv fikri seçin. Səhv fikri seçək. Açıq bucağın yarısı düz bucaqdır. Bəli, açıq bucaq 180 dərəcədir. 180 dərəcəni də 2-yə bölsək 90 dərəcəli bucaq alınacaqdır. Yəni bu düzdür. 2 iti bucağın cəmi iti bucaq ola bilər. Bəli, məsəl üçün 15 üstə 15 və yaxud 15 üstə 20 görürsünüz ki, iti bucaq alınacaq. Bu da düzdür. Kör bucaqdan kiçik olan bütün bucaqlar iti bucaqdır. Axı uşaqlar, iti bucaqdan, daha doğrusu kör bucaqdan kiçik olan bütün bucaqlar iti bucaq deyil. Düz bucaq da kör bucaqdan kiçikdir, amma 90 dərəcəli bucaqdır. Yəni düz bucaq da kör bucaqdan kiçikdir, amma iti deyil, düz bucaqdır. Ona görə bu fikir yanlışdır. Kör bucaqla iti bucağın fərqi düz bucaq ola bilər. Bəli, ola bilər. Məsələn, 95-dən 5 çıxsaq eləyəcək 90. Düzdür? Bu da olacaq iti bucaq. Bu da düzdür. Yəni səhv olan C variantıdır. 9-da bizə deyir ki, şəkildə neçə şua təsvir olunub? Deməli, şəkildə neçə şua təsvir olunub? Baxaq görək. 2 dənə şua təsvir olunub. Bir dənə şua, 2 dənə şua təsvir olunub. 10-cu tapşırıqda bizə deyir ki, deməli, A 8-4 nöqtəsindən hansı istiqamətdə irəliləsək 2-2 nöqtəsinə çatarıq. Deməli, burada uşaqlar 8-dən 2 çıxarıq 6 vahid sola. Aha, 6 vahid sola. 4-dən də 2 çıxarıq. Qalacaq 2 vahid də aşağı. Yəni 6 sola, 2 də aşağı. Yəni B variantı olmuş olacaq.
Uşaqlar, bugünkü izahımız bu qədər. Bu səhifələri birlikdə işlədik. Ümidvaram ki, sizə faydalı oldu. Növbəti izahlarda isə 2 mətn və bir dənə də riyaziyyat sınağı ilə sizi məlumatlandıracağam. Ümidvaram ki, yenə də deyirəm, faydalı oldu. Videonu bəyənməyi, dostlarınızla bölüşməyi və kanala abunə olmağı unutmayın. Hələlik.